Fiziki aktivliyə necə başlayaq ki, orqanizmə zərər vurmasın? Bugün bu haqda danışmaq istəyirəm. İdman sağlamlıq üçündür. Amma səhv başlanğıc bədəni balansdan çıxara bilər. Beynəlxalq endokrin protokollar deyir ki, hər fiziki aktivlik hormon sisteminə stress kimi təsir edir. Yəni məqsəd sizdə tez nəticə almaq deyil, düzgün adaptasiyanın olmasıdır. Əgər uzun fasilədən sonra idmana başlayırsınızsa, ilk 2-3 həftə yüngül gəzinti, pilates və ya aşağı intensivli məşq kifayətdir. Kortizol, adrenalin və insulin bunlar bu mərhələdə yenidən tarazlanır. Sürətli idmana başlayırıqsa və daha çox etməyə çalışarıqsa, əzələ zədəsi, yuxu pozğunluğu və xronik yorğunluq sindromu riskini artırmış olarıq. Hər məşq günündən sonra isə bir istirahət günü tövsiyə olunur. Bu sadəcə fasilə deyil, anabolik bərpanın əsas hissəsidir. Elmi mənbələr göstərir ki, sağlam başlanğıc zamanı məqsəd bədəni yandırmaq yox, onu oyatmaqdır. Yəni, məşq ritmi nə qədər balanslıdırsa, hormon balansı da o qədər sabit olur. Ona görə də fiziki aktivliyinizi artırın, idmanı sevin deyirik, ancaq bunu daha balanslı və daha ağıllı etmənizi xahiş edirəm. Bunu tək mən yox, bütün endokrinoloqların ilkin tövsiyəsi olaraq görün, özünüzə yaxşı baxın və həkimə zamanda müraciət etməyi unutmayın. Sağ olun.